etmədiyi cinayətə görə günahlandırılan, ən ağır cəzaya məhkum edilən 14 yaşlı yeniyetmənin faciəvi həyatına sizə bəhs edəcəm. Söhbət məşhur Green Mile filminin gerçəklərindən gedir. 1994-cü ildə Cənubi Karolinada 14 yaşlı qaradərili yeniyetmə George Stini həbs olunur. O, 7 və 11 yaşlı 2 ağdərili Amerikalı qızın ölümündə təqsirləndirilir. Onlar Cənubi Karolinadakı bir qəsəbədə ölü tapılmışdılar. Həmin qəsəbənin ağdərilər və qaradərilərin yaşadığı hissi 2 yerə bölünürdü. Ağdərilər qaradərilərin yaşadığı hissəyə getmirdilər. Qızların cəsədi də qaradərililərin yaşadığı ərazidə tapılmış. Qəsəbə sakinlərindən biri qızların öldükləri gün George'la söhbət edərkən gördüyünü bildirir. Qızların sonuncu dəfədə elə George'nin evinin yanında oynadığı məlum idi. Polisin apardığı dırnaqarası geniş miqyaslı əməliyyatlardan sonra 14 yaşlı George təqsirli bilinərək həbs olunur. Polislər George'un bu cinayəti etiraf etdiyini bildirsələr də, həmin etiraf haqqında heç bir yazılı qeyd və sənəd üzə çıxmır. Onun atası işdən qovulur, ailəsi həmin qəsəbədən gedir. 82 gün məhkəməsində gözləyən George'a bəzən yemək və su da verilmir. Məhkəmədə özünü müdafiə etməsinə imkan vermirlər. Ailəsi isə məhkəmə zalına buraxılmır. Məhkəmə bir neçə dəqiqə çəkir. 14 yaşlı George Stini ölüm cəzasına məhkum olunur. O, ABŞ tarixində ölüm hökmü alan ən gənc məhbus idi. 1.55 boyunda və 40 kiloqram çəkisi olan George'un bədəni elektrik üsuluna uyğun değildi. Əlindəki İncil kitabını onun altına qoyurlar ki, boyu uzansın. Onun elektrikli üsulda edamı cəmi 4 dəqiqə çəkir. Yazıcı Stephen King bu hadisədən təsirlənərək 1996-cı ildə Green Mile romanını qələmə alır. 1999-cu ildə isə bu roman əsasında film çəkilir. Filmdə romandan fərqli olan bəzi detallar dəyişdirilib. İllər sonra bu hadisəni araşdıran hüquqşünas məsələyə təkrar baxılmasını tələb edir. Məhkəmə məsələni yenidən araşdırır, ciddi ədalətsizliyə yol verildiyi müəyyənləşir. 70 il sonra George Stinin günahsız olduğu sübuta yetirilir və o bəraət alır.